uzun illərdir ki, bu məsələ zaman-zaman gündəmə gəlir, müzakirə mövzusu olur, amma təəssüf ki, hələ əməli addımlara səviyyəsinə, mərhələsinə daha doğrusu gəlib çatmamışıq. İndi belə bir şans var açığı, çünki bəzi belə də kulis söhbətlərinə görə konstitusiya dəyişiklikləri ilə bağlı hansısa işlər gedir. Çünki icra hakimiyyətləri ilə bağlı hansısa dəyişikliklər konstitusiyasız mümkün deyil. Çünki konstitusiyada icra hakimiyyətlərinin adı keçir və onların funksiyaları təsbit olunur. Onların funksiyaları ilə bağlı hansısa bir dəyişikliklər edilməsi üçün mütləq konstitusiya dəyişikliklərinə, yəni referenduma getmək lazımdır. Mənim düşüncəmə görə illərdir bu haqda publik çıxışlarımızda biz deyildik ki, Azərbaycan kimi kiçik ölkə üçün bu qədər inzibati ərazi vahidinə ehtiyac yoxdur. Yəni bu qədər rayona ehtiyac yoxdur. Hər rayonunda öz idarəetmə kadrosuna, necə deyərlər, ehtiyac yoxdur. Hər rayonun öz icra başçısı, prokuroru, polis rəisi, nə bilim, məhkəmə rəisi və s. və s. Yəni çoxdur, həddindən artıq belə bir məmur kastası yaranır. Prezidentin çox gözəl bir fərmanı olmuşdu bir neçə il bundan qabaq. Biz işğaldan torpaqlarımızı azad edəndən sonra 14 iqtisadi rayon yaradıldı. Şərqi Zəngəzur və Qarabağ da daxil, Naxçıvan da daxil. Bu faktiki olaraq, yəni bizim də düşündüyümüz ölkənin inzibati ərazi vahidinin bir konturlarıdır. Yəni ən yaxşı olardı ki, əgər referendum olacaqsa, ilk növbədə müzakirə olunan məsələlərdən biri ölkənin inzibati ərazi vahidini bu iqtisadi rayonlar əsasında formalaşdırmaqdır. Yəni ölkədə olur 14 iqtisadi rayon, onlar çevrilir olur inzibati ərazi vahidi və prezidentin şəxsi nümayəndəlik institutu, hansı ki özünü doğruldur, məsələn Qarabağda və Şərqi Zəngəzurda, bütün ölkəyə yayılır o praktika və 14 inzibati ərazi vahidində prezidentin şəxsi nümayəndəlik institutu yaradılır və prezidentin şəxsi nümayəndəlik institutu dövlət adına həmin bölgələrdə fəaliyyətin həyata keçirilməsinə həm məsuliyyət, həm də səlahiyyət sahibi olur. İcra başçıları institutu olaraq, institusional olaraq tamamilə ləğv edilir. Çünki siz də girişdə çox doğru vurguladınız ki, səhv eləmirəmsə 8 icra başçısı həbs olunmuşdu, onlarla icra başçısının yeri dəyişdirilib, işdən çıxarılıb, amma problem yerindəcə qalır. Deməli, burada problem şəxslərdə deyil, institutun özündədir. Faktiki olaraq Sovetlər dağılandan sonra birinci katib adı dəyişdirildi, icra başçısı oldu və salam. Yəni, institut yerindəcə qaldı. Bax, o institutun ləğvi və seçkili institutlara keçid, yəni bələdiyyə institutlarının gücləndirilməsi, yerli özünü idarəetmə institutlarının gücləndirilməsi, mer seçkiləri, böyük şəhər bələdiyyələrinin yaradılması, hansı ki, Azərbaycan hətta Avropa Şurasına daxil olarkən belə bir öhdəlik də götürmüşdü. 2002-ci il idi, səhv eləmirəmsə. Bax, bütün bunlar idarəetmənin fəlsəfəsinin dəyişməsinə səbəb olacaq. Çünki biz də regionlara çox tez-tez səfərlər edirik. İnsanlar icra hakimiyyəti institutundan gözləntilərini ala bilmir, gözlədiyini ala bilmir. Bunun da səbəbi çox sadədir əslində. Çünki bunlar seçilmişlərlə əvəz olunsa, təyin olunmuşların yerinə seçilmişlər olsa, onların məsuliyyəti avtomatik olaraq artır. Avtomatik olaraq artır. Çünki bu gələn dəfə yenə seçilmək istəyir. Ona görə də bu seçilmişlər institutunun məsuliyyətini artıraraq, səlahiyyətini artıraraq, bələdiyyələrin yerli özünü idarəetmə institutunun səlahiyyətlərini artıraraq, insanların gözləntilərinə cavab verən, onlardan gələn impulslara adekvat münasibət göstərən institutun yaradılmasına ehtiyac var. Bu,